Yəni, bu da onu bildirir ki, insan orucu düzgün şəkildə tutarsa, təqvanı əldə etməsinə səbəb olur. Təqva da qəlbdə olur, amma bütün əməllərin elə bir ki, açarı təqvadır. Yəni, təqva əsasdır əməllərin qabul olunması üçün. Təqva Allah Teala'nın birincilərə və axırıncılara etdiyi tövsiyəsidir. وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنِ اتَّقُوا اللّٰهِ. Yəni, sizdən əvvəl kitab verilənlərə və sizə də təqvalı olmağı tövsiyə etdik. Və İbn Teymiyyə rahimehullah buyurur ki, Allah və Rasulunun tövsiyəsindən daha üstün hansı tövsiyə ola bilər? Təqva həm Qur'anda Allahın tövsiyəsidir və həmçinin hədisdə də, sünnədə də Peyğəmbər sallallahu aleyhi və səlləm sevimli sahabəsi Muaz radiyallahu anhuya təqvanı tövsiyə edir. Və buyurur ki, İttəqilləhə heythumə kunt. Yəni, harada olursan ol, təqvalı ol. Harada olursan ol, təqvalı ol. İbn Teymiyyə rahimehullah buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu tövsiyəni sıradan bir sahabəyə yox və onların içərisində aliminə və halal və haramı ən yaxşı bilən sahabəyə bunu tövsiyə etməsi bunun nə qədər əhəmiyyətli olmasını bildirir. Təqvanın nə qədər mühüm bir ibadət, əməl, qəlb əməlinin olmasını bildirir. Yəni, Muaz radiyallahu anhu qiyamət günü alimlərin önündə daş atılan məsafə qədər öndə həşr olunacaqlar. Və digər fəzilətləri var. Və buna görə İbn Teymiyyə rahimehullah buyurur ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin belə bir sahabəyə deməsi ki, İttəqilləhə heythumə kunt, harada olursan ol, təqvalı ol. Yəni, bu nə qədər əzəmətli bir əməldir təqva, əhəmiyyətli olmasına dəlalət edir. Və insanın da oruç tutmaqla təqvanı qazanmasına səbəb olur. Yəni, təqvanın müxtəlif tərifləri var. Elə bir ki, Allah qorxusu kimi də tərcümə olunur. İnsanın Allahın əzabından çəkinməsidir, qorunmasıdır, əmirləri yerinə yetirib qadağalardan çəkinməklə olur və amma əsli isə onun qəlbdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm yəni 3 dəfə deyir ki, Ət-təqva həhunə, ət-təqva həhunə. Təqva buradadır, təqva buradadır. Və insan da orucda, yəni oruc tutarkən, yəni onu necə əldə edir, təqvanı? Yəni insan oruc tutduğu zaman əsasən demək olar ki, özlüyündə halal olan şeylər ona qadağan olunur. Və özlüyündə haramlar elə belə də haramdır. İçki, siqaret olsun, digər haramlar bu başqa vaxtda qadağandır. Amma oruç tutarkən insana fəcirdən, yəni dan yeri söküləndən, sübh vaxtı girəndən məğribə qədər, yəni insanın yemək, içmək ona qadağan olunur və digər halal münasibətlər ona qadağan edilir, haram olur. Və insan da buna diqqət yetirir. Ramazan ayında görürsən ki, tək olmasına baxmayaraq, yəni əlini uzadaraq bir şey yemir və yaxud da nəsə içmir və insan təklikdə bunu edə bilər və çöldə də özünü elə göstərə bilər ki, orucludur. Amma buna baxmayaraq, gör nə qədər diqqət yetirir. Hətta dəstəmaz aldığı zaman su da içə bilər, amma və o damcının getməsinə belə diqqət yetirir ki, birdən damcı gedər, orucun pozular. Yəni,
Yəni nəyə görə insan diqqət yetirir? Bilir ki, onun boğazından keçən damcını da Allah Teala bilir, görür. Deməli, insanda belə bir hal yaranır, muraqabə halı. Elə bu təqvadır demək olar, təqvadır. Muraqabə, yəni insan özünü Allahın nəzarətində hiss etməsi. Yəni əlini nə üçün tək olduğu zaman yeməyə, içəcək bir şeyə uzatmır? Yəni bilir ki, Allah Teala onu görür, onu eşidir və ondan xəbərdardır. Və sual yaranır insanda. İnsanda bir sual yaranır ki, nə üçün mən bunu edirəm? Mən bunu nə üçün edirəm? Allahın rızasını qazanmaq üçün. Yəni bu qədər insan diqqət yetirir. Yəni orucu pozulmasın. Və bundan da məqsəd Allahın əmrinə tabe olaraq Allahın rızasını, razılığını qazanmaqdır. Sonra yenə öz-özünə sual verir ki, əgər mən özlüyündə haram olan bu kimi işlər, yəni özlüyündə halal olan, yəni yemək, içmək özlüyündə halal sadəcə sübhdən axşama qədər haramdır. Özlüyündə halal olan bir şeydən bu dərəcədə çəkinirəmsə, onda mən başqa haramlardan, haram baxışlardan, haram dinləmək və digər haram yemək, onlardan necə çəkinməliyəm? Yəni bu cür elə bilir ki, Ramazan ayı və yaxud da insanın orucu düzgün tutması insana bu cür dərs verir. İnsan üçün böyük bir mədrəsə olur. Yəni insan bu cür düzgün tutduğu zaman ondan sonraki aylarda da təqvalı olmasına, yəni günahlardan çəkinməsinə və özünü Allahın nəzarətində, Allah Teala'nın baxışı altında özünü hiss etməsinə gətirib çıxardır. Və elə bilir ki, insanın bununla həyatı düzəlir, həyatı dəyişir. Və həmçinin əgər mən Ramazan ayında Allahdan qorxuramsa, yəni digər aylarda nə üçün qorxmayım ki? Məgər Ramazanın Rəbbi olan Allah digər ayların Rəbbi deyilmi? Məgər bütün ayların Rəbbi eyni Allah deyilmi? Deməli, mən Ramazanda qorxub sonra tərk edim. Bu düzgün deyil. Deməli, əgər Ramazanda qorxub çəkinirəmsə haramlardan və Ramazandan qeyri aylarda da çəkinmə. Çünki ayların hamısının Rəbbi birdir. Və bu cür, yəni Ramazan ayını, yəni orucu düzgün tutmaq insanı bu cür tərbiyələndirir, ədəbləndirir və onun halının islah olmasına, yəni səbəb olur. Və Ramazan ayını da yəni yaxşı tutmağımız üçün, dəyərləndirməyimiz üçün öncədən də hazırlaşmağımız gərəkdir. İnşallah bu barədə götürəcəyimiz mövzular olacaq inşallah. Və burada da fikir versək, Peyğəmbər s.ə.v nə buyurur? Deyir ki, insanların qafil olduğu bir aydır və əməllərin qaldırıldığı bir aydır. Deməli, bu da onu bildirir ki, yəni insanlar qəflətdə ikən edilən ibadətin savabı daha böyükdür. Yəni, nə vaxt ki, insanlar qafildir, qəflətdədir və o vaxt insan istifadə edir, ibadət edir. Və buna görə baxsaq, gecə namazı, nafilə namazlar içərisində ən üstünündür. Nəyə görə? İnsanlar yuxuda ikən, qəflətdə ikən insanın yəni o yatağından, isti yatağından qalxaraq o namazı qılması, yəni savabı nə qədər yəni böyük olur. Yəni müsəlmanın, yəni elə bir ki, müminin izzəti sayılır, yəni gecə namazı. Deməli, qəflətdə ikən edilən ibadətin savabı böyük olur. Və çətindir, amma savab, mükafat çoxdur. Və həmçinin başqa bir hədisdə, yəni çoxdur, yəni qəflətə dair əməlləyən dəlillər ki, insanlar qəflətdə olduğu zaman insan Allahı zikr etməsi, ibadət etməsinin dərəcəsinin, savabının böyük olması. Başqa bir hədisdə isə buyurur ki, vaxt gələcək mənim qardaşlarım olacaq, onlar sizdən 50-sinin savabını qazanacaqlar. Və sahabələr soruşurlar ki, bizdən 50-sini, yoxsa onlardan 50-sinin, deyir ki, sizdən 50-sinin savabını qazanacaqlar. Və onlara təəccüblü gəlir. Və onda Peyğəmbər sallallahu aleyhi və səlləm səbəbi bildirir ki,
İnnekum leteciduna fil xeyri avana. Yəni siz xeyirdə yardımçılar tapırsınız, onlar isə tapmayacaqlar. Yəni yardımçılar olmayanda, məsələn, mühit yaxşı olanda insana ibadət də asan olur. Amma mühit yaxşı olmayanda insana ibadət çətin olur və ona görə savab böyükdür. Elə bil ki, bir var suyun axarına insanın üzməsi, bir də var suyun əksinə. Əks istiqamətə üzmək daha çətindir. Və həmçinin də ətraf mühit cəhalət içərisində, fisk içərisində, amma insan isə bütün bunlara baxmayaraq əməllərini qoruyur, dinini qoruyur və ibadətini artırırsa, əlbəttə ki, çətindir, amma savab da böyükdür. Ona görə Peyğəmbər s.ə.v vurğulayır ki, insanların qəflətdə olduğu bir aydır. Deməli, qəflətdə savab böyükdür. Və bir də ki, burada qeyd olunur ki, əməllərin qaldırıldığı bir aydır. Yəni, illik əməllər, yəni il boyu edilən əməllər, yəni bu ayda qaldırır. Ona görə insan diqqətli olmalıdır. Bu ayda tövbə etməli və əməllərini yaxşılaşdırmalı və xüsusən də orucu çoxaltmalıdır ki, yəni bu ayda əməllər qaldırılır. Yəni, yaxşı, salih halda, yəni islah olduğu halda, yəni gözəl halda əməlləri qaldırılmasına çalışmalıdır. Yəni elə bil ki, bir növ axirət təqviminə əsasən Şaban ayı, yəni ilin sonuncu ayıdır, Ramazan ayı növbəti ilin birinci ayı. Deməli, insan sonu yaxşı tamamlayarsa və Ramazan ayına yeni bir səhifə açıb başlamasına səbəb olar və bununla da Ramazan ayından daha yaxşı istifadə etməsinə səbəb olar. Yox, əgər insan elə Şabanı da günahlar içərisində davam edərsə, qəflət içərisində və Ramazan ayında istəsə də alınmayacaqdır. Ramazan ayında istəsə də alınmayacaq. Və həmçinin, yəni əlavə olaraq yenə alimlər gətirirlər ki, burada yenə bir növ hazırlıq baxımından da ola bilər. Yəni hazırlaşmaq. Çünki hazırlaşmaq mühümdür. İnsan hazırlaşdığı zaman müvəffəq olur. Əgər insan hazırlaşmasa, sonra istəsə də alınmır. Bəzən insan istəyir, amma elə bir ki, insana bir növ ağırlıq, tənbəllik çöküb. Ətrafda görür insanlar əməl edir, oxuyur və digər əməllərdə çalışırlar, ötüşürlər, yarışırlar. Amma özündə isə alınmır. Alınmamasının başlıca səbəb insanın hazırlaşmamasıdır. Öncədən hazırlaşmamasıdır. Ona görə öncədən çalışmalı. Kim hansı əməli Ramazanda etmək istəyirsə, o əmələ artıq indidən başlamalı, onu çoxaltmalı, Quran oxumaq. Hətta sələflər bu ayı Quran ayı adlandırdılar, qarilərin ayı adlandırardılar. Yəni, Quranı çoxaldardılar, bəziləri hətta dükanlarını bağlayaraq, yəni bu ayı Qurana həsr edərdilər. Yəni, artıq insan Quranı çoxaltdığı zaman Ramazanda onu oxuması asanlaşır və digər əməllər asanlaşır, oruc asanlaşır. Yəni, elə bilir ki, artıq Ramazan ayında oruclu olduğu halda başqa əməlləri etməsinə müvəffəq olur. Amma bir də var ki, insan tutmur, ancaq Ramazanda başlayır. Ramazanda orucla birlikdə digər əməllər edə bilmir. Amma əvvəlcədən insan oruca başladığı zaman artıq vərdiş edir. Həm oruc və orucla yanaşı digər əməlləri də bununla yanaşı edə bilir. Amma insan heç tutmadan birdən-birə oruca başlayır və onunla yanaşı Quran oxumaq olsun, digər əməlləri çoxaltmaq istədiyi zaman bəzən insanın bezməsinə səbəb olur. Bezir və əməlləri tərk edir.